Salam uşaqlar. Bugünkü dərsimiz Qızıl Ordu dövlətidir. Başqa Qızıl Ordu dövləti haqqında danışmağa. Qızıl Ordu dövləti 13-cü əsrin ikinci yarısında Monqol imperiyası birisi kimi formalaşmışdı. Yəni belə deyək bir sözlə, əslində ikinci yarısında tamamilə müstəqil formada idarə olunurdu. Amma 13-cü əsrin birinci yarısının 40-cı illərində əsasən dövlətin yaranması prosesinə baxacağıq biz. Və bu dövlət Çingiz xanın böyük oğlu Cüzüyə verilmiş ərazi üzərində yaranmışdı. Qızıl Orda adı Monqol dilində çadır mənasını verən ordu sözündən yaranmışdı. Xanların düşərgələrində xan çadırlarının üstü qırmızı, daha dəqiqsə qızılı rəng örtüldüyü üçün bu Qızıl Ordu adını almış və zamanla bu termin bütün dövlət üçün istifadəyə çevrilmişdi. 1235-ci ildə Monqol İmperiyasının Qaraqorum qurultayında qərbə doğru yürüş etmək qərarına gəldi. Bu yürüşə Batı-xan, yəni Cüzi xanın böyük oğlu başçılıq edirdi. Çingiz xan vəziyyətinə görə Xarəzm, Şimali Qafqaz, Qıpçaq çölü və qərbə doğru işğalları əldə edəcək ərazilər Cüziyə verilmişdi. Cüzi xanın ölümündən sonrası bu ərazilər Batı-xana miras olaraq qalmışdı. Batı-xan yürüşlərinə baxaq. İlk öncə İdil Bulqarları və Rus knyazları tabe edildi. 1240-cı ildə Kiyev tutuldu və Polşaya yönəldi və 1241-ci ildə Polşa, Alman və Macar qoşunları məğlub edilərək Macaristan və Çexiyaya daxil olundu. Yürüşün dayandırılmasına səbəb bunlar idi. Böyük Monqol xalqının ölüm xəbəri, ordu daxilində yorğunluq və nizamsızlıq və işğal edilmiş ərazilərdə baş verən üsyanlar. Ərazi və təsir sahəsinə baxaq biz. Qızıl Ordu Qıpçaq çölü Rus knyazlıqları və Şərqi Avropanın bir hissəsini əhatə edirdi. Rus knyazlıqları Qızıl Ordudan tabe edilər və vergi ödəyirlər. Yəni vassal idilər. Batı-xan və Qızıl Ordu dövlətinin qurulmasına baxaq. Batı-xan Böyük xan seçkilərində iştirak etmək üçün geri dönsə də xəbər aldı ki, artıq Böyük xan seçilib və ona görə dayandı və İdil çayı sahildə dayanaraq Saray-Batı şəhərinin əsasını qoydu və diqqətlə baxaq, Saray-Batı şəhəri buradır və müəyyən zamandan sonra olacaq bir paytaxt var, Saray-Bərkə, orada, bura olacaqdır. Yəni Qızıl Ordu dövlətinin paytaxtları indi bir sözlə desək Şimali Qafqaz ərazisində yaranan şəhərlər idi. Daha sonra və 1200 yəni əsasən 13-cü əsrin 40-cı illərində Qızıl Ordu dövlətini yarandı. Paytaxtı Saray-Batı, sonralar isə Saray-Bərkə olmuşdur. Rus knyazlıqları Qızıl Orduya tabe oldu və vergi ödəməyə başladılar. İlk vaxtlar Monqol İmperiyasının asilidir, lakin 13-cü əsrin sonlarına tam müstəqil hala gəldilər. Əraziləri Qərbi Sibir, Şimali Xarəzm, İdil boyu, Şimali Qafqaz, Krım və Qıpçaq çöllərini əhatə edirdi. Özbək xan dövrünə baxaq. Özbək xan dövründə də İslam dini rəsmi dövlət elan edildi. Türkləşmə prosesi tamamlandı. Əhalinin çoxu türk tayfaları təşkil edirdi və köçəri Monqollar isə onlarla qarışaraq türk mədəniyyətini mənimsəmişlər. 1359-cu ildən sonra Düz nəslinin hakimiyyəti sona çatdı. Daxil çəkişmələr, vergi artırması və narazılıqlar mərkəzi hakimiyyəti zəiflədi. Tabe olan ölkələrdə müstəqillik meylləri gücləndi. Daha sonra Mamay xanın Rus knyazlıqları mübarizəsinə baxaq. Qızıl Orduda zəifləmənin istifadələri Rus knyazlıqları 1380-ci Kulukova döyüşündə Mamay xanı məğlub edib onu öldürdülər. Nəticədə Rus knyazlığı Qızıl Ordu dövlətindən asılılığına son qoyuldu. Lakin Toxtamışın hakimiyyət dövründə, yəni 1382 və 1395-ci ildə 1382-də Moskvanı tutub yandırdı, Rus knyazlıqlarını yenidən özünə tabe etdi. Əmir Teymurun köməyi hakimiyyətə gəlsə də sonralar ona münaqişəyə girdi. Azərbaycan yürüşləri təşkil etdi və Təbrizdə tutdu. Lakin Əmir Teymurun onun üzərinə hücuma gəlməyinə görüb və məcbur olaraq geri qayıtdı. Və 1395-də Terek çayı sahilində döyüşdə Əmir Teymur Toxtamışı məğlub etdi. Qızıl Ordudan Şərq və Teymur dövlətinin əlinə keçdi və Qızıl Ordu dövləti bərpa oluna bilmədi və parçalanmağa başladı. Nəticədə Qızıl Ordu dövləti zəifləyərək 15-ci əsrdə kiçik xanlıqları parçalandı. Onlarda Krım, Qazan və digər türk dövlətləri misal göstərmək olar. Qızıl parçalanması 15-ci əsrdə yaranan xanlıqlardan söhbət açaq, adını bir deyəcək. 15-ci əsrdə Qızıl Ordu dövləti daxili və çəkişmələr və müharibələr nəticəsində zəiflədi və bir sıra müstəqil xanlıqlara parçalandı. Bu xanlıqlar sonralar Rusiya tərəfindən işğal edilərək ləğv edildi. 16-cı əsrdə əvvəllər Qızıl Ordu dövləti tamamilə süqut etdi. Qızıl Ordu dövləti parçalanması nəticəsində yaranan xanlıqlara biz deyə bilərik Krım, Həşərxan, Qazan və Noğay Ordası. Əhməd xanın hakimiyyəti dövründə, yəni 1365 və 81-ci ildə Qızıl Ordu dövləti itirmiş qüdrətini bərpatmaya çalışdı və 1480-ci ildə Moskva knyazlığına yürüş təşkil olundu. Yürüşün məqsədi Qızıl Orduda nüfuzunu bərpa etmək idi. Rus knyazlıqlarının yenidən Qızıl Ordudan asılı salınmasını təmin etmək nəticədə
Uğra çayı sahilində Əhməd xan Rus knyazlıqlarının Birləşmiş Orduları qarşılaşdı, lakin döyüşə girməkdən çəkindi. Bu hadisə döyüş adına Uğra görüşü kimi tarixə düşdü və nəticədə Moskva knyazlığının Qızıl Ordudan alan vasallara son qoyuldu. Qızıl Ordunun idarəetmə sisteminə diqqət eləyək. Böyük xan dövlətin ali hökmdarı idi. Tarxan imtiyazlı şəxslər idi, yəni yarlıq alan vergiden azlanan şəxslər idi. Ali Məclis xanın yanında məşvərətçi orqanın tərkibinə daxil idi sülalələrin nümayəndələri, sərkərdələr, vəzirlər, əyanlar, alim və müsəlman ruhaniləri. Dövlət divanı ali icra edici orqan idi, hərbi və mülki sahətlərə malik idi. Baş vəzir və bəylər bəyi, baş vəzir mülki işlərə rəhbər idi, bəylər bəyi isə hərbi işlərə rəhbəri idi. Baskak var idi, Baskak kim idi? Vergi yığıb məşğul olan məmurlar idi. Sonra qeyd var, Qızıl Ordu dövlətinin idarə etməsi böyük yasa, yəni Çingiz xanın qanunları və türk müsəlman adət-ənənələrinə əsaslanırdı. Yarlıq nə idi? Yarlıq xanın vergi azadlığı haqqında verdiyi fərman idi. Yəni bir də belə bir anlam vermək olar, öz mülklərini sərbəst formada idarə etmək üçün verilən bir fərman idi. Nəticədə Qızıl Ordu padşahlığı yaranan xanlıqların müstəqil siyasi varlıq kimi fəaliyyət göstərdilər, lakin 16-cı əsrdən etibarən Rusların genişlənmə siyasəti nəticəsində tədricən işğal edildilər. Qızıl dövlətin mirası Avrasiya tarixində mühüm iz qoydu və regionun mədəni siyasi həyatının inkişafına təsir etdi. Bildiyimiz kimi Qızıl dövlətin ərazisi buradır, yəni Sibir ərazisindən tutmuş ta ki Şərqi Avropaya qədər böyük bir ərazini əhatə edir. Hətta bura daxildir Qazaxıstan, Özbəkistan ərazisi, indiki Şimali Qafqaz. Yəni Rus əraziləri hamısı daxildir. Yəni bura biz deyə bilərik Kiyev, Moskva, Saraybatı, Saraybəlkə, alanların yaşadığı yer, Kazan şəhəri, hətta Ürgənc, Xarəzm, Aral gölü ətrafı, ondan sonra Baykal gölü və demək olar ki, çox ərazini Qızıl Ordu dövlətinin ərazisi kimi götürmək olar. Yəni burada hamısı Qızıl Ordu dövlətinin ərazisi və əhalisi verilib. Ümidvaram da dərs sizin üçün faydalı olar. Yəni saxlayıb qeydlər də apara bilərsiniz. Yəni bunlardan və xəritəyə də diqqətlə baxa bilərsiniz. Oldu. Çox sağ olun. Uğurlar.